Britaniya və Amerika Birləşmiş Ştatları yaxın şərqdə olan, bəzi ölkələrdə olan hərbi bazalarından əskərlərini geri çəkir. Yəni, bu çox ciddi bir məsələdir. Ola bilər ki, qarşılıqlı zərbələrin olması ehtimalına görə canlı qüvvəni qorumaq üçün belə bir addımın atılması ilə bağlı qərar verir. Amma mənim düşüncəm ondan ibarətdir ki, bu xəbərlər axını həm də İrana ciddi bir təzyiqdir. Görünən odur ki, hansısa bir kanallarla İran elitasının içində, İran elitası ilə danışıqlar gedir. Yəni, müxtəlif kanallarla bu danışıqların getdiyini düşünürəm və bu, Amerika Birləşmiş Ştatları İrana zərbələr endirilməsi məsələnin texniki tərəfidir. Ondan sonra nə olacaq? Bax, ondan sonra nə olacağı hesablamadan, ondan sonra hansı addımların atılmalı lazım olduğunu bilmədən belə bir əməliyyatın olacağını düşünmürəm açığı. Yəni, Amerika Birləşmiş Ştatları hansısa sonu bilinməyən bir aventuraya, hansısa bir macəraya girmək istəmir. Çünki Trump administrasiyası da anlayır ki, bir Carter travması var Amerikada, necə deyərlər. 79-cu ildə Carter'in zamanında aparılan əməliyyat nəticə itibarilə onun seçkilərdə məğlub olmasını və Reaganın qalib gəlməsi ilə nəticələndi. İndi də Amerikada ara seçkilərə az qalıb. Bir neçə ay qalıb da, belə baxanda cəmi 10 ay zaman qalıb. Və bu seçkilərə az qalmış Konqres və Senata ara seçkilərdə belə hansısa bir macəraya, sonu bilinməyən bir macəraya getmək istəmir. Amma görünən də odur ki, həm sərt ritorikası ilə, həm atdığı addımlarla İranı danışıqlara və yaxud da hansısa formada güzəştlərə məcbur etmək istəyir. Bu bir. İkincisi, Amerika Birləşmiş Ştatlarının taktikası da dəyişir. Bu açıq şəkildə görünür. Venezuela'da da göründü. Yəni, elitanın içindən işləməyə üstünlük verirlər. Elitanın içində İranda mən əminəm ki, bəzi qüvvələr var ki, onlar da indiki sistemdən onların da xoşu gəlmir. Onlar da müxtəlif formada dəyişikliklər istəyir. Amma bu dəyişikliklərin kaotik yox, nəzarət altında baş verməsini bəlkə də istəyirlər. Ona görə də çox güman, elitanın içindən istəyir hərbi elit olsun, siyasi elit olsun, teokratik elit olsun, fərqi yoxdur. Müxtəlif kanallarla danışıqların getdiyini düşünürəm və Trump'ın da sərt ritorikası, bugün vuracam, sabah vuracam, hər an vura bilərik ritorikası da o danışıqlarda İranın daha belə geriyə daha çox addım atmasını saxlayan bir taktikadır məncə. Ona görə də deyirəm ki, vurmaq çətin deyil. Bugün də vura bilərlər. Amma sonraki prosesləri hesablamadan bu addımı atmaq ciddi problemlərə səbəb ola bilər.